Xoş gördük, dəyərli izləyicilər. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları Mühafizəçiliyi İctimai Birliyi tərəfindən icra olunan ideoloji təxribatlar və fake news məlumatlara qarşı maarifləndirmə və qorunma layihəsi çərçivəsində növbəti ikinci verilişimizə başlayırıq. Verilişimiz Yeni Çağ Azərbaycan MMC-nin tərkibində olan Yeni Çağ Media TV-də nümayiş etdirilir. Bugünkü verilişi mən layihənin rəhbəri Rafael Becanov və qonaqlarımız İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, layihənin eksperti Cəsarət Hüseynzadə və jurnalist, layihənin eksperti Vilayət Muxtar iştirak edirik. Mövzumuz ideoloji təxribatların milli təhlükəsizlik üçün yaratdığı problemlərdir və mövzu üzrə bir çox istiqamətlərdə təbii ki, bugün söhbət edəcəyik. Çünki hazırda milli təhlükəsizlik üçün əsas təhdidlər seriyasından biri də informasiya texnologiyalarının müasir inkişafında ondan sui-istifadə və yaxud çeşitli informasiya mühitinin yaradılmasıdır. Təbii ki, indi əvvəllər bu hərbi və iqtisadi problemlər daha çox milli təhlükəsizliklərə təhdid yaradırdısa, indi müasir cəmiyyətdə və müasir daha doğrusu dövrdə bir yenisi də əlavə olunub ki, bu da dediyimiz kimi informasiya texnologiyalarının müasir standartlarının təsir gücüdür. İnformasiyalar o qədər sürətlə yayılır ki, bundan xüsusi məqsədlər üçün istifadə edən qruplar, sosial müvafiq təbəqələr və yaxud qlobal şəbəkələr mövcuddur ki, və bunların əsas məqsədi öz prosesləri öz idarə etməsinin altına almaqdır, öz idarə etməsini həyata keçirmək və öz korporativ maraqlarını təmin etməkdir. Bu baxımdan da bütün cəmiyyətlər və dövlətlər bu günləri qarşılaşdığı problemlərdən biri də məhz fake news məlumatlar əsasında törədilən ideoloji təxribatlar və bunların milli təhlükəsizliyə təsiridir. Buna görə biz mövzunu bu şəkildə seçdik və istiqamətləri o istiqamətdə götürürük ki, mövzu ətrafında o istiqamətdə müzakirələr aparacağıq ki, bugün ideoloji təxribatların əhatə dairəsi, doğru məlumatlara qarşı yönələn hücumlar, ideoloji təxribatların mənfi təsiri və onun milli təhlükəsizliyə təhdidi, saxta xəbərlərlə təchiz olunmuş ideoloji təxribatlarını qarşısını almaq və bu təhdidlərə qarşı mübarizə yollarını dəyərli ekspertlərimizlə birgə müzakirə edəcəyik. Elə indi o məsələdən başlayaq ki, dediyimiz kimi, ideoloji təxribatların əhatə dairəsi və doğru məlumatlara qarşı yönələn hücumlar, yəni müasir dediyimiz kimi dövrdə üstünlük təşkil edir və bu da birbaşa milli təhlükəsizliyə olan ən böyük təhdiddir. Və siz bunu necə dəyərləndirirsiniz? Cəsarət müəllim. Çox gözəl qeyd etdiniz. Zaman-zaman biz ideoloji təxribatlardan, dövlətin təhlükəsizliyindən danışarkən əsas istiqamətlər xatırlayış ki, olub ki, sərhədlərin qorunması vacib bir məqam olub, ordu vacib məqam olub. Bundan başqa digər vacib, iqtisadiyyat vacib məqam olub ki, bütün bunlar ölkənin, dövlətin təhlükəsini qoruyan məqamlar kimi qeyd olunub ki, yəni biz həm iqtisadiyyatı, həm sərhədlərimizi və digər məqamları qoruduqda biz dövlətin təhlükəsizliyini təmin edə bilərik. Amma indi müasir dövrdə bu siyahı xeyli genişlənib və bu bəzi xarici ölkələr, dövlətlər bir-birinin ərazisinə daxil olmadan təxribatlar törətməyi bacarırlar və bu təxribatların da belə deyək ki, müasir metodu məhz informasiya ilə, fake news ilə, IT sahəsində olan imkanlarla törədilir və xüsusən qeyd etmək lazımdır ki, Azərbaycan həm qonşular baxımından həssas bir ölkədir, Cənubi Qafqazda yerləşir. Bəzi ölkələrin burada həm regional maraqları var, həm siyasi maraqları var. Bütün bu maraqlar fonunda Azərbaycanın belə deyək, bu təhdidlərə məruz qalması, ideoloji təxribatlara məruz qalması ehtimalı hər zaman çox olub və bunun əyani nümunələri də biz bilirik ki, olub. Xarici qüvvələr xüsusən, belə deyək ki, bu ideoloji təxribatları törətəndə əsas məqsədləri nə olub? Əsas məqsədləri xüsusən olub ki, belə deyək ki, informasiya mühitini, siz bayaq çox gözəl qeyd edəcək, informasiya mühitini çirkləndirmək, burada özlərinə xas olan müəyyən informasiyalar, informasiya
çirkli informasiyalar yaratmaq. Digər məqam ondan ibarət olub ki, milli mənəvi dəyərlərə qarşı müəyyən təhdidlər yaratmaq, xüsusi bir informasiya mühiti yaradırlar ki, bunlar insanlar arasında milli mənəvi dəyərlərin aşınması istiqamətində olsun. Yəni bu istiqamətdə olub və bütün bunlar ümumilikdə mən deyərdim ki, Azərbaycana qarşı ideoloji təxribatların əsasında dayanır. Və bu ideoloji təxribatlar adətən xüsusən həssas dönəmlərdə mən təcrübəyə biz baxsaq, həssas dönəmlərdə daha geniş vüsət alır və həmin qüvvələr tərəfindən mən deyərdim ki, hər zaman bu qüvvələr işləyir. Sadəcə olaraq start vəziyyətində olur. Münbit bir şərait yarandıqda həmin qüvvələr daha çox sürətlə belə deyək ki, işə keçirlər, fəaliyyətə keçirirlər və bizim burada üzərimizə Azərbaycanın vətəndaşının, Azərbaycanın dövlətinin, Azərbaycanın mediasının, Azərbaycan vətəndaş cəmiyyətinin üzərinə xeyli məqamlar düşür. Vətəndaşın öz mövqeyi olmalıdır. Biz bunun üçün də həm onların media savadlılığının artırılması ilə bağlı işlər görməliyik. Eyni zamanda medianın burada rolu o dərəcədə yaxşı olmalıdır ki, bu bir informasiya mühiti, bir belə deyək məkandır. Bu məkanda hansı qüvvələr daha üstün olarsa, vətəndaş da belə deyək ki, insanlar da həmin qüvvənin mövqeyini qəbul edəcək. Əgər hər hansı bir belə deyək ki, təxribat xarakterli material, məlumat daxil olursa, bizim ona qarşı hazır informasiyamız yoxsa, sözsüz ki, çox təəssüf ki, həmin təxribat edici məlumatlar vətəndaşlara çatacaq, vətəndaşlar onu qəbul edəcək, çox təəssüf. Biz artıq, belə deyək ki, həm mediamız olsun, həm vətəndaş cəmiyyətinin bunun qarşısını alanda geciksək, bu bizim, mən deyərdim ki, mənfi tərəfimiz. Ona görə biz elə bir mühit yaratmalıyıq ki, istər ölkəmizin iqtisadiyyatı haqqında, ölkəmizin sosial siyasəti haqqında, ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlərdə biz dövlətimizin gücün real olaraq göstərməliyik. Həm jurnalistlər məqalələrində, həm QHT sədrləri öz çıxışlarında biz göstərməliyik ki, bizim iqtisadiyyatımız hansı gücdədir, sosial siyasətimiz hansı gücdədir. Yəni bu məqamları biz doğrudan da yaxşı formada vətəndaşa çatdırdıqda o hansısa təxribat edici, mən hesab edirəm ki, informasiyalar uymayacaq. Ona görə mən hesab edirəm, keçən dəfəki verişinizdə də qeyd etdim ki, biz qabaqlayıcı, önləyici tədbirlər həmişə görməliyik. Biz xatırlayırıq ki, bizə qarşı ideoloji təxribatların, məsələn, 20-ci il müharibə dövründə yəni, təxribat edici materiallar o qədər çoxalmışdı ki, məsələn, xatırlayırıq ki, bir məqam ondan ibarət idi ki, erməni hərbi qondarma hərbi qurumları tərəfindən, əsgərləri tərəfindən, hərbi qoşunları tərəfindən Gəncəyə hərbi belə deyək ki, zərbələr endirilirdi. Ətraf rayonlarda olan ərazilərə hərbi zərbələr endirilirdi və bu güya göstərilir ki, müharibədən kənar qoyulur, yaşadığı yerlərə hərbi zərbə orada. Amma təəssüf ki, bəzi qüvvələr oranı qonşu ərazilər kimi, hərbi döyüşlərin getdiyi ərazilər kimi təqdim edirdilər. Amma halbuki Gəncə ilə hərbi Bərdənin və yaxud Gəncənin vurulması hadisələri, bəli, həmin bölgədən xeyli uzaq idi və burada xüsusilə də burada hərbi qüvvə yox idi, dinc əhali yaşayırdı. Dinc əhali idi, amma təəssüf ki, məsələn, bəzi qüvvələr bunları başqa cür təqdim edir. Həmin dövrdə biz xatırlayırıq ki, xeyli sayda saxta hesablar yaradılırdı ki, özü də Azərbaycan dilində müəyyən əhalini təşviqə salan məlumatlar paylaşılır. Yəni bu proseslər gedirdi. Düzdür, həmin dövrdə Azərbaycan hərbi belə deyək, informasiya, hibrid müharibələrə qarşı çox yaxşı immunitet göstərdi və bunun da ən bariz nümunəsi hər birimiz, mən elədim ki, fəxrlə xatırlayırıq ki, cənab Prezident İlham Əliyevin təqribən 30-a yaxın xarici, dünyanın aparıcı media orqanlarına sərrast formada müsahibələri oldu. Müxtəlif dillərdə, İngilis dilində, fransız dilində, rus dilində və o dərəcədə yüksək səviyyədə belə deyək ki, bu informasiya belə deyək ki, müharibəsinin hibrid təzyiqinin qarşısında doğrudan da cənab prezident tərəfindən yüksək səviyyədə alındı və eyni zamanda Azərbaycanın o dövrdə biz xatırlayırıq ki, informasiya siyasəti doğrudan da çox gözəl qurulmuşdu. Biz həm ərazilərin işğaldan azad olunmasını dərhal
məlumatlar çatdırır. Eyni zamanda erməni hərbi qüvvələrinin Azərbaycana qarşı törətdiyi azad olunan ərazilərdən artıq dərhal çəkilişlər gedirdi. Erməni vandalizminin bütün nümunələrini biz o dövrdə dünyaya məncə göstərə bildik doğrudan da. Yəni ona görə hesab edirəm ki, cənab prezidentin rəhbərliyi ilə həmin dövrdə informasiya siyasəti, bu Azərbaycana qarşı hibrid müharibənin, informasiya müharibəsinin, fake news müharibəsinin qarşısı kifayət qədər yaxşı formada alındı. Çox doğru qeyd etdiniz. Biz də oradan da, yəni həmən dövrü bir xatırlayanda, ora bir diqqət və nəzər yetirəndə görürük ki, biz əslində elə həmən dövrdə ideoloji təxribatlarla üz-üzə idik və Azərbaycanın təcrübəsi, sizin dediyiniz kimi cənab prezidentin müsahibələri, sərrast və tarixi cavabları ki, onlar heç vaxt unudulmayacaq cavablardır. Hətta digər biz görürük ki, jurnalistlər bəzən jurnalistikadan çıxıb bir hüquq mühafizə orqanı stilində suallar verirdi, amma cənab prezident sərrast formada özü də ən yaxşısı ki, tərcüməsiz birbaşa onların öz dilində onlara layiqli cavabları mən hesab edirəm ki, verdi. Və bu onu göstərir ki, Azərbaycanın əslində bir dövlət olaraq, həm də sistem olaraq bir ideoloji təxribatlara qarşı bir immuniteti də var. Və eyni zamanda mübarizə taktikası da var. Yəni kifayət qədər sərrast, tarixi, dəqiq cavablarla o qarşı baş verə biləcək ideoloji təxribatların qarşısını almaq mümkündür. Mümkündür və bir məqamı da mən çox üzr istəyirəm, əlavə eləmək istəyirəm ki, həmin dövrdə həm Gəncəyə zərbələr olanda, həm digər ərazilərə zərbələr olanda dövlət tərəfindən, müvafiq qurumlar tərəfindən xarici media üçün də imkanlar açıldı ki, onlar bunu öz gözlərindən görsünüz. Biz xatırlayırıq ki, Türkiyənin bəzi kanalları, digər xarici kanallar bunu canlı yayımla dünyaya çatdırdılar. Yəni bu da çevik siyasətindir. Tutaq ki, istənilən ani vəziyyətdə saxta xəbərin yayılmasının qarşısına alındı. Yollarından biri də bu və çox uğurlu və düşünülmüş addımlar atıldı həmən dövrdə. Doğrudan da bu onu göstərir ki, yəni biz bir dövlət olaraq, cəmiyyət olaraq həm də bu ideoloji təxribatlara biraz da hazır cəmiyyətik. Yəni ona o qədər də inanmırıq. Ona görə bəzən bu mövzuda danışanda, tənqid edəndə də, istiqamət verəndə də ola bilsin ki, narazı qaldığımız məqamlar da var, amma uğurları da çox qabardırıq. Amma bu təcrübəmiz də var və bu da onu göstərir ki, biz bundan sonra da istəmirik ki, həmən təxribatlar, fake news xəbərlərin təsirində bu prosesin iştirakçısına çevrilir. Yəni cəmiyyətimiz bunun iştirakçısına çevrilsin. Amma təbii ki, biz nə qədər mübarizə aparsaq da, nə qədər hər şey qaydasında geçsə də, qarşı tərəfdə, yəni bu prosesdən istifadə etmək istəyən, istər qlobal şəbəkələr olsun, istər müxtəlif təsir qrupları olsun, istəyir təsir agentləri olsun, yerlərdəki yerli təsir agentləri olsun, təbii ki, onlar da boş dayanmır. Və bu baxımdan onlar da öz dırnaqarası belə deyək ki, missiyalarını davam etdirmək istəyirlər və təbii ki, bu baxımdan ideoloji təxribatlar da news xəbərlərin də yayımına onlar müxtəlif formada təsir göstərirlər. Təşəkkür edirəm. Maraqlı əslində yayımdır. Əslində mübarizə üsulları kifayət qədər sadalamaq olar, amma məncə ən vacib məsələ maarifləndirmə məsələsidir. Çünki etibarlı mənbələrə çıxış imkanları cəmiyyətin məhz bu problemlərdən yayılmasının bariz nümunəsidir. Mən bu baxımdan təmsillər aparmam, həm də sizin bu layihəni maliyyələşdən qeydilərə dövlət dəstəyi agentliyinə təşəkkür etmək istəyirəm. Niyə? Çünki bu cür mövzuların məhz gündəmdə saxlanılması üçün bu cür layihələrin davamlı inkişafı və medianın bu cür layihələrə diqqətli yanaşması çox vacib bir məsələdir. Çünki cəmiyyət əslində doğru xəbərin nə olduğunu bilməlidir. Cəsarət müəllim də o məsələyə toxundu. Bu məsələdə müəyyən bir daimi işə ehtiyac var. Niyə? Çünki siz demişlər aparmam, bu o qarşı tərəfdə bu məsələni müasirləşdirir və inkişaf edir. Təzadlı dövrdə müasir dünyada informasiya müharibəsi ilə nüvə silahı eyni təhlükə kimi qəbul olunur. Fikirlərdə və psixologiyada insan beynində yaranan bir yanlış fikir, təbii ki, o tərəfin onu doğru qəbul eləməsini nəzərə alınaraq bu gələcək üçün kifayət qədər ciddi problemlərə gətirib çıxara bilir. Hətta bu günlərdə də məsələn Azərbaycana qarşı Ermənistan tərəfindən belə bir informasiya müharibəsinə bir başlanılır. Təbii ki, bu Ermənistan mediası tərəfindən yayılan bir informasiyadır. Güya Zəngəzur dəhlizi məsələsindən bağlı Naxçıvan statusu məsələsinin aydınlıq gətirilməlidir və s. Rəsmi mövqe deyil, amma media baxımından bu artıq bir müharibədir. Hansı güclər, hansı tərəflər bu məsələyə istinad eləmək istəyirlər, bu məsələni gündəmə gətirib münasibətlərdə bir problem yaratmağa çalışırlarsa, bu artıq
dövrəyə buraxılmış bir informasiyadır. Qarşısını almağın qət edilmiş müxtəlif yolları var. Ən vacibi maariflənmədir. Bunun üçün də vətəndaş cəmiyyəti və digər qurumlar, rəsmi qurumların üzərində çox yüksək iş düşür. Etibarlı mənbə məsələsində. Xüsusi olaraq cəmiyyət inanmalıdır ki, bu gün sosial platformalarda yayılan informasiyaların hamısı doğru olmaya bilir. Bu məlumatı dəqiqləşdirmək üçün adamlara, yəni insanlara, cəmiyyət, sadə insanlara, yəni bir istinad nöqtəsi lazımdır. Bu istinad nöqtəsini kim verməlidir? Rəsmi qurumlar verməlidir. Məsələn, siz demişsiniz, söhbət müharibədən gedirsə, Müdafiə Nazirliyi var, söhbət siyasi məsələlərdən gedirsə, hökumət var, rəhbərlik var, dövlətin idarə edənlər var, dövlət təhlükəsizliyi məsələsində hüquq mühafizə orqanları var, onların rəsmi xəttləri var, hər məsələ haqqında da çox səlis və dəqiq informasiyanı cəmiyyətə çatdırırlar. Amma burada bir gecikmə məsələsində problemlər var. Məsələn, informasiya yayılır, bir neçə gündən sonra hər hansı bir qurum ona münasibət bildirirsə, artıq biz keçən verilişdə də vurğulamışdıq, yanlış informasiyanın yayılma sürəti daha tez yayıla bilir. Nəinki dəqiq informasiyanın yayılma məsələsidir. Burada cəmiyyəti aldatmaqla bağlı da məsələlər var. Bu tək ideoloji savaşlar, informasiya savaşları dövlətin təhlükəsizliyinə siyasi və yaxud da iqtisadi, yəni maliyyə baxımından zərər vermə məsələsi deyil. Burada cəmiyyət içində bölgülərin yaradılması, ayrı seçkinin yaradılması məsələsidir ki, Azərbaycan bu məsələdən hər zaman ən yüksək səviyyədə çıxmağı bacarıb. Multikulturalizm və tolerantlıq məsələsində Azərbaycan dünya üçün bir nümunədir. Bunun amma Azərbaycanlılıq ideologiyası da bunun ən baza hissəsindən formalaşan bir məsələdir ki, bugün Azərbaycanda heç bir bölücülük fəaliyyətindən heç kim məşğul ola bilmir. Heç bir qüvvə Azərbaycanda bunu edə bilmir. Bunun səbəbi məsələn Azərbaycancılıq ideologiyasının zamanında formalaşması və dayanıqlı inkişafının təməl prinsiplərinin güclü olmasından irəli gələn məqamdır. Mən bir məsələyə də toxunmaq istəyirəm. Dezinformasiya və fake newsların milli təhlükəsizliyə və ideologiyaya təsir məsələsi var. Burada bəzən insanlara sadə gələ bilir ki, bir saxta xəbər bir dövlətin təhlükəsizliyində nə kimi rol oynaya bilir. Amma bu məsələnin bir çox şaxələnmiş yolları ola bilir ki, bu ciddi problemlərə səbəb ola bilir. Məsələn, dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmaq. Bu ən böyük təhlükə hesab olunur. Çünki faktiki olaraq idarə edici bir quruma cəmiyyət inanmırsa, orada artıq uçurum yaranır və bizim hər zaman fəxrlə dediyimiz vətəndaş dövlət birliyi deyilən bir anlayış var. O birliyin pozulmasını çıxartır. Bu da bir dövlətin təhlükəsizliyi üçün ən vacib məsələdir və ən vacib məqamlardan biri bu məsələnin qorunmasıdır. Siz də Vətən müharibəsində, 44 Universitet müharibəsinə toxundunuz. Orada ən vacib, ən diqqət çəkən məsələlərdən biri də milli həmrəylik məsələsi idi. Xalq dövlət ordu birliyi. Çox böyük, önəmli məsələ idi ki, bu qələbədən mən hesab edirəm ki, müəyyən bir böyük paylardan bir hissəsi də məhz bu birliyə, bu həmrəliyə düşür. Digər tərəfdən də Vətən müharibəsi məsələsində dezinformasiyaların, fake newsların, saxta xəbərlərin, təxribatların qarşısını almaq üçün Azərbaycan dövləti çox unikal bir addım atdı və sosial şəbəkələrə girişi məhdudlaşdırdı. Bu çox önəmli və vacib bir qərar idi. Bugün biz görürük, məsələn, müasir dövrdə hər şeydən xəbərimiz ola bilir. İran-Amerika müharibəsi gedir, yerləşmiş sülh məsələsi də gündəmdən düşdü, artıq müharibə yenidən başladı. Müharibə başlamamışdan əvvəl informasiya ilə başladı müharibə. Müharibəni informasiya ilə başlatdılar. İnformasiya ilə başlayan müharibələr sonradan keçir artıq hərbi müstəviyə və bugün də dezinformasiya və fake xəbərlər hər iki tərəfdən yayılır. Müharibənin əvvəlinə istinad eləmək istəyirəm. Fevral ayının 28-də müharibə başladı. Amma müharibə başlayanda birinci konkret olaraq İran tərəfi heç bir informasiya yaymadı. Müharibə bitdi. Bitəndən sonra dedi biz qalibik. Bu da bir informasiya müharibədir. Amma Amerika tərəfi hər gün informasiyalar yayılır. Olan yaşanları vurdu, olan liderləri öldürdü və s. və ilə. Bu artıq informasiyanın qələbəyə, real faktiki həyatda yaşanmasa belə informasiya ilə də qələbə qazanmaq mümkün olur. Bu da əslində təxribatın və dezinformasiyanın hansı səviyyədə, hansı ölçüdə, hətta dövlətlər səviyyəsində belə bu məsələdən istifadə olunduğunun bir göstəricisidir. Yəni, hörmətli ekspertimiz vacib bir məqama soruşdu. Mən istəyirəm ki, bir qədər onun ətrafında da müzakirə aparmaq olar ki, dövlət qurumlarına inamsızlıq və etibar məsələsi burada belə deyək ki, dövlətin kommunikasiya siyasətinin son dövrlər yüksək belə deyək templə belə deyər, irəliləyişini görürük. Bunu biz alqışlayırıq. Yaxşı nümunələr artır.
İki məqam mən burada xüsusi diqqətə çatdırmaq istəyirdim və elə bəlkə də sizin də fikirlərinizi almaq istəyərdim ki, bizdə çox pis bəzən ənənələr yaranır ki, bizim bəzi dövlət qurumlarımız, nazirliklər, daha çox informasiya verən qurumlar adətən bəzən hədəfə gəlir. Bu maraqlı məqamdır. Xüsusən bura daha çox informasiya yaradırlar və belə olan halda həm jurnalistlər daha çox məlumatlı olur və müəyyən mənada tənqidi mövqeyə keçir. Bu məqam var. Bu doğrudan da peşəkar yanaşma deyil. Bizim həm media tərəfindən mən hesab edirəm, həm bəzən olur vətəndaş cəmiyyəti də kifayət qədər və informasiya açıqlığı göstərirlər. Bütün saytlarında məlumatlar var. Yəni monitor üçün çox gözəl imkanlar var. Tənqid olsun. Biz onun tərəfi, açıq tənqid vacibdir, cəmiyyətin inkişafına yönələn vacib alətdir, vasitədir. Amma ədalətli tənqid və görülən işlərin qiymətləndirilməsi də vacibdir. Bu bir məqam bizim cəmiyyətdə hazırda hesab edirəm ki, maraqlı məqamdır və yaxşı olmayan bir məqamdır. Bu bir məqam. İkinci məqam, təəssüf ki, irəliləyişlər fonunda hazırda kommunikasiya siyasətini yaxşı qurmayan qurumlar da var. Yəni çox təəssüf hissi doğurur. Düzdür, biz indi bunu qapalı iclaslarda da, müzakirələrdə, dövlət qurumlarına da çatdırırıq. Yəni axı bu olmalıdır belə. Müəyyən milli fəaliyyətlər planları var. Məsələn, biz görüşlərdə birinci qarşımıza qoyuruq milli fəaliyyət planını. Deyir ki, cənab prezident tərəfindən bu milli fəaliyyət planı təsdiq olunur. Bu milli fəaliyyətin bu bəndinə uyğun bu işlər görülməlidir, yaxşı niyə görülmür? Yəni mən hesab edirəm ki, burada da bir qeyri-tarazlıq var. Yəni dövlət qurumları arasında bir növ bəlkə rəqabəti stimullaşdıran bir mexanizm olmalıdır və yaxud bunların monitorinqini aparan, qiymətləndirmə aparan qurumlar olmalıdır. Sözsüz ki, mən hesab edirəm ki, dövlətin müvafiq qurumları, yəqin ki, administrasiya səviyyəsində və digər qurumlar səviyyəsində bu monitorinq aparılır, yəqin ki. Amma bunu bir bəlkə də ictimaiyyəti də müəyyən mənada açıqlamaq lazım ki, bax bu qurumlarda bu problemlər var. Məni bax maraqlandıran sizin o dediyiniz həmin vətəndaşın dövlətə inamında kommunikasiya siyasəti vacib məqamdır. Yəni istəyirəm bu fikrimi çatdıram tamaşaçılara. Çox gözəl. Buyurun. Komment vermək. Bəli. Dediyiniz fikirlərlə tamamilə razıyam, amma bir cümlə şəklində cavab vermək istəyirəm. Cənab Prezident İlham Əliyevin bir sərəncamı var Azərbaycanda dövlət qurumlarında süni intellekt amillərinin yaradılmasına bağlı və o sərəncamın üzərindən artıq bir ilə yaxın zaman keçməklə qalxmayaraq hələ də bir çox dövlət qurumları bu məsələsini həll edə bilməyiblər. Bunun özü əslində siz dediyiniz bu neqativlər təbii ki var, amma müasir dövrdə inkişaf eləmək məsələsi olanda bu məsələlərə adekvat reaksiya vermək lazımdır. Ayaqlaşmaq lazımdır müasir dövrdə. Bunlar olmadığı məsələlərdə siz dediyiniz o haqsız tənqidlər daha çox ön plana çıxa bilir. Məhz dediyimiz o təxribatlar və gətirib o inamsızlığı yaradan amillər də məhz bunlardır. Bəli. Və bir sözlə bu da mövzu ayrı məsələdir əslində müzakirə. Bu boşluqlardan istifadəyə şərait yaradır. Təbii ki, yəni bizim əslində mövzumuz buna həsr olunur. O baxımdan ki, biz ideoloji təxribatların necə gələ bilir, cəmiyyətə necə sirayət edir və hansı üsullarla, formada tətbiq olunur. Yəni biz bu araşdırırıq və eyni zamanda da istəyirik ki, cəmiyyətimiz, ictimaiyyət bundan məlumatlı olsun ki, bu fake news'un əsas hədəf nöqtələri olan gənclər, tələbələr, müxtəlif sosial qruplar, aktivistlər bu hədəfə düşməsin. Yəni bu hədəfin iştirakçısına çevrilməsin və dediyiniz kimi, yəni həm kommunikasiya burada çox önəmli rol oynayır. Yəni ideoloji təxribatların, saxta xəbərlərin, informasiya çirkçiliyinin qarşısını almaq üçün bu vacibdir və təbii ki, bu harda təşkil olunmayıbsa, hansı sahədə, strukturda bunlar hələ zəifdirsə, bunlar hökmən aktivləşməlidirlər, öz təcrübələrin genişləndirməlidirlər, həmkarlarından öyrənməlidirlər və bir müqayisəli, təhlili, monitorinq nəticəsində yekun nəticəyə gəlib bu prosesi sürətləndirməlidirlər. Eyni zamanda Cəsarət müəllim, sizin dediyiniz o məsələ var ki, bəzən ictimaiyyətə, mediaya, cəmiyyətə açıq olan qurumlar da belə hədəfə gəlirlər. Bu qədər informasiyanın müqabilində ötürülmüş informasiya çirkçiliyinin qarşısını almaq üçün öz ciddi fəaliyyət göstərirlər, amma bunlar da hədəfə gəlir. Bax, bunlar məsələ həmən o ideoloji təxribatların hədəfinə çevrilir. Yəni, informasiya, onlarla bağlı saxta informasiyalar, yalan məlumatlar, manipulyativ xəbərlər yayırlar və bilməyərəkdən bəziləri təbii ki, bilərəkdən, bəziləri də bilməyərəkdən onun hədəf
daha doğrusu onun iştirakçısına çevrilir. Başlayır həmən xəbərləri tirajlamağa. Biz ötən verilişimizdə də dedik ki, yəni bu da daha çox emosional məsələdir. Bəli. Yəni insanların emosiyasına təsir eləyir və bunu daha çox tirajlayırlar. Halbuki deyək ki, həmən qurumdan və yaxud həmən təşkilatdan daha çox biz xəbər ala bilirik, daha səhih və dəqiq xəbər ala bilirik. Eyni zamanda yəni bu ictimaiyyətlə həm də işləyir ki, bu yalan xəbərlər cəmiyyəti bürüməsin. Amma buna qarşı deyək ki, qarşı tərəfin bayaq dediyimiz kimi bir alternativi olur. Yəni onlar qəsdən bilərəkdən bu prosesi mənfi istiqamətə yönəldirlər. Digər bir tərəfdən isə bu yəni ideoloji təxribatın təsir nöqtəsi nədir? Təsir nöqtəsi insanların düşüncəsi, baxışı, sizin də dediyiniz kimi ehtimada hücum və bununla da həmrəylik və harmoniyanın pozulmasıdır. Ən uyğun məsələ həmrəyliyi pozmaq və həmrəyliyi pozandan sonra yəni fikir müxtəlifliyi adı altında. Əslində bu fikir müxtəlifliyi deyil, fikir müxtəlifliyi bizim dediyimiz sağlam tənqiddən və sağlam münasibətdən asılıdır. Amma fikir müxtəlifliyi adı altında cəmiyyətdə bir parçalanma yaratmaq. Yəni parçalanma yaradandan sonra onlar öz istədiklərinə nail ola bilirlər və bütünləşməni dərinləşdirməklə. Əslində dedikləri də, yazdıqları da, dedikləri də yalandır və bizdə bizim cəmiyyətin bəziləri dediyimiz kimi bilərəkdən və yaxud bilməyərəkdən bunun təsir dairəsində düşürlər, təsir dairəsində inkişaf edirlər. Deməli, bununla da nəyə nail olmaq istəyirlər? İctimai rəyi çaşdırmağa, ictimai rəyi yayındırırlar və insanın, vətəndaşın, cəmiyyətin düzgün rəyə gəlməməsini, düzgün qərar qəbul etməməsinə nail olurlar. Bunun da əsas hədəf dairələri kimlər olur? Təbii ki, ilk növbədə gənclər, xüsusilə gənclər, tələbələr, müxtəlif ictimai aktivistlər, yəni ictimai fəallar ki, bunların daha çox sosial şəbəkədə bunlar görünür, daha çox bunlar informasiya ilə işləyirlər, informasiyaları yayırlar və bunların tərəfdarları olur, bunların izləyiciləri olur və bu baxımdan da həmən sosial şəbəkələr qəsdən bu adamları yaxud ya özlərinin təsir agentinə çevirirlər, təsir dairəsinə salırlar, yaxud da ki, deyək ki, elə onlar da doğrudan da bilmədən emosional şəkildə bu yalan, saxta məlumatların əsrinə çevirirlər və bu da dediyimiz kimi bizim ən ciddi təsir edəcəyi nöqtə milli təhlükəsizliyimizdir. Yəni, milli təhlükəsizliyin təmin olunması istər dövlətin, istər bütün cəmiyyətlərin ən önəmli məsələsidir. Yəni, milli təhlükəsizlik təhlükəyə düşərsə, artıq burada bir xaotik proses başlayırsa, burada bunun qarşısını almaq çətin olur. Bu baxımdan medianın, vətəndaş cəmiyyətinin, digər subyektlərinin üzərinə böyük yük düşür və biz bunun qarşısını almaq üçün nələr etməliyik? Çox maraqlı əslində məqamlara toxundu. Sosial şəbəkə istifadəçilərinin bunun qurbanına çevrilməsi məsələsində bizdə qanun qəbul olundu. Yeni sosial şəbəkələrdə dezinformasiyaların iştirakçısı olmaq və kimlərsə hədəfə gətirilməsində birbaşa və yaxud da dolayısı yolla iştirak eləmək, tənqid atəşinə tutmaq sağlam olmayan mübarizədən gedir. Cərimə və cəza mexanizminə güclənəcəklər. Amma mən hesab edirəm ki, burada cəza mexanizmi kifayət qədər yumuşaq nəzərdə tutulub. Qəşq olsun dövlətin humanistindən irəli gələn bir məqamdır, amma bu çox ciddi və təhlükəli bir məqamdır. Xüsusilə də sosial platformalardan. İndi ən çox məşhur olan TikTokdur. Bir də görürsünüz ki, TikTokda hansısa bir şəxsi şəkildə paylaşdır və tənqid olunur. İnformasiyanın nə olduğu bəlli deyil. Görüntülərin necə hazırlandığı bəlli deyil. Saxta görüntülərdir və yaxud da süni inteqrasiyasından hazırlanmış görüntülərdir. Amma adam hədəfdədir. Konkret hədəfdədir. Bu ötən günlərdə bunun bir nümunəsi oldu. Hörmətli bir həkimlərdən, cərrahlardan birini bu hədəfə gətirmişlər. Həmin həkimin, cərrahın hüquq mühafizə orqanlarına müraciət edilməsindən sonra həmin o kişi təşkilatçıları tapıldı və bəlli oldu ki, bu qisas mexanizmi üzərində aparılır. Amma həmin o prosesi aparan şəxslər cəmi 1000 manat sərf olundu, çünki qanun bunu tələb edir. Mən hesab edirəm ki, burada ən vacib məsələ Azərbaycanda, yəni bizim öz təhlükəsizliyimizi qorumaq naminə, bəzən bilməyərəkdən də bu prosesin iştirakçısı ola bilər. Amma mən çox gözəl vurğuladım məsələni, gənclər və tələbələrlə bağlı bu problem hər zaman aktual olub. Bütün dünyada aktualdır. İndi Azərbaycandan danışırıq, amma bütün dünyada bu məsələ aktualdır.
bunun qarşısını almaq üçün cəza mexanizmlərini sərtləşdirmək və bunu geniş təbliğ etməyə ehtiyac var məncə. Niyə? Məsələn, Bu məsələdə bir haşiyə çıxaq. Bəli. Yəni bu hamısı mərhələ-mərhələ olmalıdır. Yəni biz birinci mən düşünürəm ki, cəzadan və deyək ki, sərtləşmədən öncə maarifləndirməyə çox önəm verməliyik. Çünki hər şeyi cəza və sərtləşmə ilə etmək mümkündür. Sadəcə olaraq bu variantlardan biridir. Amma bilərəkdən bu Bizim prosesi idarə bizim edənlərə əsas hədəfimiz və məqsədimiz maarifləndirmə olmalıdır. təbii, Yəni biz insanlara aşılamağa, cəmiyyətə çatdırmağa çalışmalıyıq ki, istər ideoloji təxribatla, istər fake news məlumatlarla, yəni bu adamların və yaxud bu qrupların qarşılarına qoyduğu məqsədlər nədir? Biz buna uymalıyıqmı, uymamalıyıqmı? Məsələn, dövlət institutlarına inamın azalması. Yəni bunların qarşısına qoyduğu birinci hədəf budur. Cəmiyyətdə parçalanma yaratmaq və dövlət institutlarına qarşı inamın, etimadın azalması. Burada nə baş verir? Burada artıq cəmiyyət ilə dövlət institutları arasında rabitə qırılır. Və biz insanlara və cəmiyyətə, vətəndaşlara bunu aşılamaq ki, bu olmaz. Yəni istənilən bir xəbəri, deyək ki, istənilən bir məlumatın birincisi, bunun nə qədər doğru olub olmadığının özünə sual verməlisən. Mənbəyini axtarmalısan. Bunun mənbəyi nədir? Və bunun doğruluğu və düzgünlüyü nə qədərdir? Bunu yayılan məlumatın etibarlılıq dərəcəsi nə qədərdir? Yəni sənin inandığın, etibar etdiyin mənbədirmi, yoxsa yox? Yoxsa körtəbii şəkildə sən bu mənbəni götürüb deyək ki, bunu yayırsan, iştirak edirsən. Təbii ki, sizin dediyiniz mərhələ mən də düşünürəm ki, bu növbəti bir mərhələdə artıq biz bütün üzərimizə düşən vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, bir sektor olaraq üzərimizə düşən missiyanı həyata keçirdəndən sonra birincisi o say azalacaq mənim düşüncəmə görə. Yəni əgər bu günləri fərz eləyək, onların sayı 10 nəfərdirsə, artıq biz prosesi, maarifləndirmə prosesini uğurla başa çatdıracağıq. Təbii ki, bu sona qədər başa çatası məsələ deyil. Amma müəyyən bir işlər görüləndən sonra bu say 10 nəfərdən enəcək 2 nəfərə. Və 2 nəfər o cinayət dilində desək, islah olunmazı isə sizin dediyiniz formada sərt cəza ilə dayandırmaq və yaxud deyək ki, onlar o cəzalardan qorxub, cərimələrdən və yaxud həbs təhlükəsindən filandan qorxub, deyək ki, prosesdən kənarda dayana bilərlər. Bu baxımdan mən düşünürəm ki, birinci bizim missiyamız maarifləndirmənin əhatə dairəsinin, proqramlarının genişləndirilməsidir. Tamamilə doğrudur. Sözsüz ki, dövlət tərəfindən əgər bu belə deyək də, dövlətin hər dövlətə qarşı təxribat, ideoloji təxribat olduğu təqdirdə sözsüz ki, bununla bağlı mən hesab edirəm ki, bizim kifayət qədər həm hüquq mühafizə orqanları tərəfindən yaxşı iş aparılır. Çünki bu bir nömrəli məsələdir. Həm də qanunvericilikdə müəyyən cəzalar da var, layiqli olaraq bu olmalıdır və var. Bununla bağlı problem yoxdur. Amma burada mən bir haşiyə çıxım, biz o konkret olaraq, yəni məqsədimiz əgər maarifləndirmədirsə və bu layihənin də məqsədi ondan ibarətdirsə, biz növbəti verilişimizdə daha doğrusu bu məsələni xüsusilə ayrı müzakirə edəcəyik ki, yəni ən azı bizi izləyənlər deyək ki, gələcəkdə internet informasiya resurslarında bu istiqamətdə nəsə axtaranda bizim də bu yaydığımız, danışdığımız mövzu və veriliş onların qabağına çıxsın və onlar maariflənsinlər ki, bunu davam etdirəcəklərsə sizin dediyiniz kimi bu cəzalar da var. Bəli. O ki qaldı şəxsi həyatla bağlı məsələ. İndi burada bizim hörmətli ekspertlər qeyd elədi. Ola bilər müəyyən mənada bu cəzalar yüngül var. Bu yəni hardasa başa düşüləndir. Eyni zamanda paralel getməsində mən tərəfdarıyam. Yəni tək maarifləndirmə ilə yəqin ki buna nail olmaz. Eyni zamanda cəzalar da var. Elə yumşaq formada olsa belə mən hesab edirəm ki bu cəzaların təbliğ olunmasının mən tərəfdarıyam. Bəli. Mexanizmini hər kəs bilməlidir ki, bunu eləyəndə bu cəza hökmən, bəli, tam razıyam və bu istiqamətdə də müəyyən işlər gedir. İndi biz müqayisə etsək, 3 il, 5 il bundan öncəki vəziyyəti, xaosu, indiki vəziyyətdə irəliləyiş, etiraf edək var. Yəni, burada insanların şəxsi məlumatların qorunması, şəxsiyyətinin qorunması istiqamətində addımlar atırır. Biz dəfələrlə görürük ki, kimsə təhqir edir, tənqid edir, təhqir edirsə, bunun müəyyən mənada cəzası var və olmalıdır. Bu, yəni, müzakirə olunması məsələsidir. Və biz insanlara, cəmiyyətə onu aşılamalıyıq ki,
Bir var, üzr istəyirəm, vətəndaş hər hansı bir məsələ ilə bağlı mövqeyini bildirir, fikrini bildirir, düşüncəsini bildirir. Bu ayrı məsələdir. Bəli. Düzdür, bununla da bağlı müəyyən araşdırma aparı ola bilər, bu hansı təsir qüvvələrinin əlinin altında ola bilər, bu məsələnin bir tərəfi. Amma ikinci məsələ, əgər vətəndaş, jurnalist və digər kimsə, Azərbaycan vətəndaşı bir məlumat yayırsa, tutaq ki, filan hadisə baş verdi. Sən bunu yayırsansa, bunun mənbəsi olmalıdır və sən insanlara fake news, fake məlumat, informasiya ötürürsənsə, bunun cavabdehliyi olmalıdır. Bunun məsuliyyət daşıması. Yəni ki, bu, sən bilmədiyin, özdə ki, indi məlumat var ki, insandır da, hər kəsin belə deyək, normal ağlı olan insanlar fikirləşir ki, bu informasiyanın yükü nə dərəcədir? Filan hadisə baş verir filan yerdə. X ərazidə X hadisə baş verir. Yəni, bunun əgər sənin bunun da dəlilin, sübutun yoxsa, əgər bunu sən yayırsansa, buna görə məsuliyyət daşımalısan. Yəni, bax, bu məsələ, mən hesab edirəm ki, doğru da qeyd olunca, bu həm cəza məsələləri olmalıdır, həm vacib də təbliğat məsələləri olmalıdır ki, insanlar ilk növbədə vacibdir ki, bu məlumatı bilsinlər ki, bu olmaz. İndi bununla bağlı dövlətin də müəyyən siyasi qərarları var, üzr istəyirəm, qanunvericilik qərarları var, media savadlılığı ilə bağlı xeyli iş gedir. Bu vacib məsələdir ki, insanlar media savadlılığı deyəndə söhbət təkcə mediada gedən məlumatlar getmir. Bəli. Həmin texnologiya ilə eyni zamanda sosial şəbəkədə belə deyək ki, dərc olunan, yazılan fake xəbərləri də biz tuta bilirik. Yəni doğrudan da bu xəbər verilibsə, bu xəbəri, sosial şəbəkədən xəbəri axtarmaq lazım ki, bunun mənbəyi haradır? Vətəndaş özü də axtarmalıdır və yaxud müəyyən fakt yoxlayıcı saytlar var, orada yoxlamalıdır. Nə dərəcədə bu insanın, ayrıca biz hər zaman özümüz belə hansı informasyonu girib onun profilinə bağlı. Bu insan nə dərəcədə əlaqələri kimdir, bunun real şəkilləri varmı? Ayrıca bir kiçik bir nümunədir də ilk növbədə baxırıq ki, bunun profilində öz şəklidirmi? Yəni bu məqamlar var, sözsüz. Ən çox da bizim, mən hesab edirəm ki, zərər çəkdiyimiz son dövrdə bu dezinformasiya, fake xəbərlərlə bağlı kontekstdən çıxarılmış informasiyalar. Bu doğrudan bu böyük bəladır və bunun bilirsiniz, bu həmin kontekstdən çıxarılmış cümlə, söz, nə bilim, video əslində həmin hissədə real informasiyadır. Amma bunu kontekstdən çıxardanda bu tamam məntiqi, tamam başqa məna daşır və elə çox vaxtda həmin o dövlət qurumlarına inamsızlıq təbliğ etmək üçün bu istifadə olunur. Bu bir vacib məqam. Köhnə görüntülərdən daha çox istifadə. Bəli, bu məqamda insanların göz yaddaşı qalır deyə köhnə videonu paylaşıb onun üstünə yeni bir fikir əlavə edirlər və tamamilə o da bir alətdir də. Yəni bu texnologiyalardır. Xüsusən müəyyən belə deyək də qərb ölkələrində bu texnologiyaları işlənir. Müəyyən proseslərə təsir eləmək üçün. Yəni bu biz bilirik. Sonra bir məqamı da mən qeyd edim. Düzdür, son vaxtlar mən hesab edirəm ki, bu istiqamət kəsilir. Müəyyən xarici dövlətlərdə olan fondların müəyyən layihələrində mən hesab edirəm. İndi bu informasiya yox, mənim təxminlərimdir. Müəyyən dövrlərdə hesab edirdim ki, bəzi jurnalistlərin müəyyən məsələləri qaldırmağı həmin hansı layihələrlə bağlıdır. Yəni belə görüntülər yaranırdı. Düz indi mənim hansısa bir faktım yoxdur, amma hesab edirəm ki, bu məqamlar da müəyyən dövrlərdə var idi. Baxırdınız, sırf hansısa jurnalistlər tərəfindən bu məsələlər qaldırılır. İndi jurnalist deyəndə sözsüz ki, bizim jurnalist deyəndə indi bizim yerli qanunvericiliyə görə belə deyəcək, jurnalist media subyektində işləməlidir, fəaliyyət göstərməlidir. İndi o qanunvericilərin onlar jurnalist deyil. İndi onu bilmirəm necə adlandırım. Dırnaq arasında jurnalistlər tərəfindən belə deyil. Amma ümumilikdə bu proses gedir və hesab edirəm ki, biz həm qanunvericiliyin təkmilləşdirməsi istiqamətində getmişik. Düzdürmü? Bu müəyyən dövrü alıb, yaxşıdır, nəticələr var. Paralel bunun hörmətli Vilayət müəllim demişdi, təbliğatı getməlidir bu iki. Üçüncü tərəfdən burada cəmiyyət kompleks haldır. Dövlət qurumları ayrı, vətəndaş cəmiyyəti ayrı, media ayrı əgər fəaliyyət göstərsə, mən inanmıram uğurlu nəticələr əldə olunsun. Birgə fəaliyyət vacibdir və mən bir neçə dəfə tədbirlərdə çıxış edirəm ki, yəni biz yaxşı mexanizmlərdən istifadə edirik. Ayrıca mən bir məqamı deyim ki, məsələn, biz hər hansı bir təbliğatı aparırıqsa, belə deyək, o təbliğatı biz ölçməliyik, müəyyən xarici təcrübəni də öyrənməliyik, hansı metoddan insanlara daha yaxşı şamil etmək. Məsələn, indi çox vacib olan sosial çarxlar. Yəni, kiçik mesajları bəzən biz cəmiyyətə daha yaxşı verərik. Mən yeri gəlmişkən çalışıram bu məqamı hər imkan düşdüyündə tədbirlərdə, görüşlərdə qeyd edim ki, biz qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan sosial çarxların
müəyyən mənada televiziya kanallarında yayımlanması məsələsini gündəmə gətirməliyik. Bu çox vacib məsələdir. Dövlətimiz həm mediaya dəstəyi var, həm televiziyalar reklam statusunda. Bəli, mediaya dəstəyi var, televiziyalarımıza dəstəyi var. Yəni cənab prezidentin çox gözəl bir sözü var. Mən doğrudan da o sözdən çox xoşum gəlir. Mən bilirəm, müəyyən proqramlar çərçivəsində sahibkarlara, biznes subyektlərinə və s. müxtəlif proqramlarımız var. Amma ən böyük, mən istəyirəm dəstək ondan veririk, Azərbaycanda sabit bir mühit yaranıb. Yəni kataklizmalar yoxdur. Yəni bu elə dövlətin bütün mən hesab edirəm ki, vətəndaş cəmiyyətinə də ən böyük dəstəyidir, mediada ən böyük dəstəyidir, televiziyalarda ən böyük dəstəyidir. Yəni bundan biz istifadə edərək bu imkanları qiymətləndirməliyik. Hansısa formatda vətəndaş cəmiyyəti tərəfindən qeyri-hökumət təşkilatından sosial çarxlar hazırlanıb və televiziyalarda nümayiş olunmalıdır. Bu daha mən hesab edirəm ki, uğur olar. Təsəvvür edək ki, yarım dəqiqəlik hər hansı bir sosial çarx dəfələrlə nümayiş edir, yüzlərlə, minlərlə insanlar çata bilər. Yəni bundan biz istifadə eləməliyik. Məncə uğur hekayəsini aparan bir məqamda bu olacaq. Radyo məsələsində toxunarım. Son bir cümlə demək istəyirəm. Bu sabitlik məsələsində toxunduq. Əslində bizim bugün dezinformasiya, fake news'ə qarşı mübarizə aparacaq güclü olmağımızın ən vacib məsələsi məhz sabitlikdir ki, sabitlik olan məqamda bunu eləmək. Amma Rəfan müəllim vurğuladı ki, hər bir xaos yaranacaq bir vəziyyətə gətirib çıxartsalar vəziyyəti, heç kim bu məsələlərlə mübarizə aparacaq. Tam doğru. Və çox belə şaxəli dezinformasiyaların qurbanına çevirir. Tam doğru və əks tərəfdə olan qüvvələr də əslində Azərbaycana qarşı ideoloji təxribatlar törətmək üçün daha mən deyirəm çətinlik çəkirlər bəzən. Niyə? Bax siz bayaq çox plus çox vacib bir məqam qeyd edirsiniz. Biz Azərbaycan multikultural ölkədir. Xeyli sayda milli azlıqlar var ölkəmizdə. Yəni buna baxmayaraq Azərbaycan bəlkə dünyada seçilən multikultural ölkədir. Çünki burada Azərbaycançılıq ideyası var, dövlətin rəhbərinə inam var, insanlar arasında vahid birlik var. Yəni bu vacib məsələdir. Bu təsəvvür edin ki, milli azlıqlar olan ölkədə hətta belə deyək ki, müəyyən təxribatlar törətmək bəzən asandır. Amma əslində Azərbaycanda bu mən hesab edirəm ki, bəlkə də onların qarşısına çıxan ən böyük sədlərdən biridir. Bu da məsələn maraqlı məqamdır məncə hesab edirəm bizim Azərbaycanla bağlı. Əslində elə sizin dedikləriniz, hörmətli ekspertlər, hər ikisinin dedikləri bizim layihəmizin mahiyyətinə ona görə uyğundur ki, biz istəmirik ki, Azərbaycana qarşı ideoloji təxribatlar kimlərsə təşkil edə bilsin, yəni və yaxud fake news məlumatlarla Azərbaycan cəmiyyətinin harmoniyasını poza bilsinlər. Təbii ki, yəni ideoloji təxribatların, fake news məlumatların əsas məqsədləri radikallaşmadır, dövlət institutlarına etimadın azaldılmasıdır, milli dəyərlərin və kimliyin zəiflədilməsidir, informasiya təhlükəsizliyinə təhdid göstərməklə ictimai sabitliyin pozulmasıdır və bununla da milli təhlükəsizliyin zəifləməsi ilə cəmiyyət daxilində birliyin və harmoniyanın pozulmasına nail olmaqdır. Və biz də maarifləndirmə yolu ilə hesab edirik ki, cəmiyyətimizi buna hazırlamalıyıq ki, nə zamansa bu işi fikrə düşən qüvvələr olacaqsa, bu qüvvələr fəallaşarsa, bizə qarşı o fəaliyyəti göstərərlərsə, bizim cəmiyyətimiz buna müqavimət göstərir. Amma davamlı olaraq bu prosesdə var. Biz bunu müşahidə edirik ekspertlər səviyyəsində. Və nə vaxtsa bunlar yenə də fəallaşarlarsa, kütləvi şəkildə bizə qarşı bu proseslərdən istifadə edərlərsə, bizim cəmiyyətimiz buna hazır olmalıdır. Çünki bu məsələdə xüsusi əhəmiyyət daşıyan məsələ milli birlik və həmrəyliyin qorunmasıdır. Buna görə biz dezinformasiyaya qarşı ayıq olmalıyıq. Cəmiyyətimizi buna doğru yetişdirməliyik, hazırlamalıyıq. İkincisi, tənqidi düşüncə ilə deyək ki, təxribatı ayırmağı öyrətməliyik. Cəmiyyətimizə öyrətməliyik. Bunun üçün də sizin də qeyd etdiyiniz kimi ən mühüm məsələ media savadlığının artırılmasıdır. Media savadlığı deyiləndə burada söhbət ondan getmir. Hansısa qəzeti oxumaq, saytı oxumaq və yaxud deyək ki, hansısa bir verilişə baxmaqdan söhbət getmir. Yəni, oxuduğu, gördüyü bir tənqidi yanaşmanı bacarmaq lazımdır. Bu, hər bir fərdə aid məsələdir ki, hər bir insan buna fərdi olaraq yanaşmalıdır ki, bu informasiyanın dəqiqliyi, bu məlumatın etibarlılığı nə qədərdir və mən nəyə inanmalıyam?
Bu fərdi inkişafdır. Yəni biz həm də burada cəmiyyətin, gənclərin, ümumiyyətlə insanların fərdi inkişafına nail olmalıyıq ki, bunun da yollarından biri daha doğrusu media savadlığından keçir. Ona görə də məsələn biz təşkilat olaraq bu layihə içərisində düşünürük ki, müxtəlif təkliflər də hazırlayaq, təqdim edək. Fərz eləyək, məsələn, bizim indi elə sizlə birgə müzakirəmizdə ortaya çıxan bəzi təkliflər var. İstəyirəm fürsətdən istifadə edib verilişimiz vasitəsilə onları səsləndirim. Tutaq ki, çirkli informasiyaya qarşı mübarizə aylığı keçirmək olar. Yəni, mediada və vətəndaş cəmiyyətlərinin, hətta siyasi partiya nümayəndələrinin birgə iştirakı ilə müxtəlif konferanslar təşkil etmək olar. Deyək ki, xüsusilə ali təhsil müəssisələrində bu məsələni xüsusi müzakirə etmək olar, gənclərlə bir yerdə. Burada media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai aktivlərin iştirakı ilə, tələbələrlə müxtəlif görüşlər keçirmək olar. O da təbii ki, və onu da nəzərə almalıyıq ki, indi internet informasiya texnologiyalarını inkişaf elədiyi bu dövrdə ola bilsin ki, bəzi bu dediklərimizi canlı yox, virtual şəkildə həyata keçirmək olar. Ondan sonra deyək ki, saxta xəbər və yaxud dezinformasiyaya qarşı müxtəlif hüquqi vizual bülletenlər hazırlamaq olar, podkastlar hazırlamaq olar və bunları yaymaq olar ki, yəni cəmiyyət bu məsələdə kifayət qədər məlumatlı olsun və bizim ən mühüm məsələmiz dediyim kimi ictimai ideoloji təxribatlara qarşı və fake news'a qarşı xüsusi maarifləndirmə proqramlarının və xüsusi layihələrin həyata keçirilməsidir və bir daha qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirik ki, bu layihəni dəstəkləyib və xatırladıram ki, bir daha bu Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarında Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İnsan Hüquqları və Maarif İctimai Birliyi tərəfindən icra olunan ideoloji təxribatlar və fake news məlumatlara qarşı maarifləndirmə və qorunma yolları layihəsi çərçivəsində bu bizim Yeni Çağ İnternet TV-də ikinci verilişimiz idi. İştirak etdiyinizə görə dəyərli ekspertlərimizə bir daha təşəkkür edirəm. Xatırladıram ki, ekspertlərimiz İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə və jurnalist Vilayət Muxtar idi. Sağ olun, növbəti verilişdə görüşənədək.